mənə doğru qan köçürülməzsə, yəni özümə uyğun olan A qrup qan köçürülməzsə, bu zaman mənim bədənimdə olan digər qruplara qarşı immun hüceyrələri aktivləşməyə başlayır. Nəticədə bu immun hüceyrələri başqa insanın qanını, daha doğrusu mənim qanıma uyğun olmayan qanı düşmən kimi görür və həmin qan hüceyrələrinə hücum edir. Həmin qan hüceyrələrinə hücum eləməsi nəticəsində həm də mənim qan hüceyrələrimə hücum başlayır. Yəni damarlarımda qızğın bir mübarizə başlayır. Nəticədə immun sistem bu qan hüceyrələrini, yəni eritrositləri məhv etməyə başlayır. Nəticədə eritrositlərin içərisində olan hemoqlobin ortaya çıxır. Bu durum qan parçalanması da adlanır el arasında. Hemoqlobinin qanda yüksəlməsi isə həm mənim böyrəyimə gedir və nəticədə sidiyin rənginin dəyişməsinə səbəb olur, amma daha pisi